56 nömrəli sual. Diqqətlə uşaqlar 56-ya baxaq. Deyir, tərkibində 10% qarışığı olan 600 kiloqram piritdə neçə kiloqram sulfat turşusu almaq olar? Uşaqlar, birinci mənə deyin görək, piritdən sulfat turşusunun alınması necə idi? Neçə mol piritdən nə qədər sulfat alınırdı? Piritdə 2 dənə kütür var. SO4. Bəli, tam elan. 1 mol piritdən neçə mol alınır? 2 mol sulfat alınır. Uşaqlar, bunu görürsünüz. Bizə kiloqramdan deyir pirit və sulfatı da kiloqramdan istəyir, çevirmə aparmayacaq. Uşaqlar, siz mənə deyin görək, 600 kiloqram piritdir, deyir, bunun 10%-i qarışıqdır. Onda təmiz burada neçə faizdir? 600-ün neçə faizi təmizdir? 90%. 600-ün 90%-ni tapanda uşaqlar nə qədər edir? 10% kənar qarışıqdır, təmiz 90%-dir. 600-ün 90%, 540. Piritin üzəri yazıram 540. Pirit özü neçədir? 120. Nə qədər sulfat alınır? Sulfata X, sulfat 98, qabağında da 2 var, 190. Tərəf-tərəfə bölün burada. Baxın bir dənə.